Məhaliyə deyir ki, onun da eyni problemi var idi. Hər dəfə Şam valiliyindən Muaviyyəni uzaqlaşdırmağa hazırlaşanda deyirdi ki, o məni öz adamları ilə yayındırır. Xəvaric, onlar bu qədər pis idilər. Bugün də tarix dəyişməyib, eyni dövr təkrar olunur. Bu heyrətamizdir. Qısa olaraq yekunlaşdırım. Həyatımızda əgər baxsaq, Əli əleyhissalam hər gün onlardan biri ilə döyüşürdü. Onlar o qədər təkəbbürlü idilər ki, gündüz döyüşür, gecə isə namaz qılırdılar. Yəni gecələr ibadət edir, gündüzlər isə kimisə öldürür, doğrayırdılar. Allahu Əkbər deyirdilər. Bayraqlarında Peyğəmbərin möhrü vardı, amma özləri qatil idilər. Əxlaqsız, zalım, təcavüzkar, oğru, təsəvvür edə biləcəyin hər bir çirkinlik onların bayrağı altında idi. Nə qədər iyrənc. Şeytan belə işləyir. Allahın ən müqəddəs nişanəsini götürür, onun arxasında gizlənir və Allahın adı ilə onun ən qəddar düşməni olduğunu dünyaya göstərir. İmam onlardan biri ilə döyüşürdü. Qılıncı ilə zərbə vuranda düşməni sarsıdır. Düşmənin qılıncı sınır. Adam titrəməyə başlayır. Silahsız, tələyə düşmüş vəziyyətdədir. Sən və mən olsaydıq deyərdik ki, əla fürsətdir. Vur onu. Düşmən zəifdir. Öldür. Amma imam sakitcə qılıncını aşağı endirdi və onu azad etdi. Bu hekayəni oxuyanda bütün İslam bir hərəkətdə gözümün önündə gəlir. Qılıncın aşağı endirilməsi. İslam budur. Onun gücü var, qarşısındakı zəifdir. Döyüş meydanındadır. Öldürə bilər, amma deyir ki, mən bunu yalnız xərçəngi dayandırmaq üçün edirəm. Mən xərçəng deyiləm, mən cərraham, onu aradan qaldırıram. O adam titriyir. Səmimi deyim, Çingiz xan, Qubilay xan, Sezarlar, hətta İskəndər, yer üzünün böyük hökümdarlarının heç birində bu qabiliyyət yox idi. Döyüş meydanında Allahın dinini bu qədər zərifliklə, bu qədər aydınlıqla idarə etmək, bu iman dərinliyidir. Təəccüblü deyil ki, namaz qılarkən bədənindən ox çıxarılırdı və o hiss etmirdi. Çünki tam şəkildə Allaha yönəlmişdi. Biz onları sadəcə ad kimi deyil, həyat nümunəsi kimi qəbul etməliyik. Xəvaricdən olan adam ona baxıb dedi, məni öldürmək üçün qılıncını niyə aşağı endirdin? İmam buyurdu, mən canı üçün qorxan adamı öldürmərəm. Bu, rəhmətdir. Rabbül aləmin olan Allahın rəhməti. O adam cəsarətlənib dedi, eşitmişəm ki, sən heç vaxt dilənçini geri qaytarmırsan. İmam buyurdu, bəli. Dedi, elə isə qılıncını mənə ver. İmam qılıncı ona verdi. Dedi, deməli səni öldürən bu qılıncdır. İmam buyurdu, sən elə bilirsən qılınc öldürür, mənim qoruyucum Allahdır. Əcəlimin vaxtı təyin olunub. Yəni Allah əcəlimi yazanda baş verəcək. Bundan qaçış yoxdur. Xəvaricdən olan o adam imamın bu şücaətinə heyran qaldı. Döyüş meydanında o qədər arxayındı ki, sarsıldı. Dedi, sən kimsən? Qılıncını aldım, amma qorxmadın. Qılıncı imama geri qaytardı və dedi, sənin ardınca getmək istəyirəm. Sənin tərəfdarın olmaq istəyirəm. İmam yanına gəldi və buyurdu, şəxslərin yox, ideyaların ardınca get. Sonra qılıncını götürdü və biz bugün o prinsipin ardınca gedirik.